Mənim adım Amin. Kanalıma xoş gəldiniz. Bugün sizi əyləndirmək üçün mən Minecraft videosu çəkəcəm. Bugün indi hardcore dünyamda həyatda qalmaya çalışacağıq. Bu mənim evimdir. İndi evimə gedirəm. Evimin qapılarını açdıq. Dostlar, evimi böyük eləməmişim. Çünki çox pəncərə falan lazım olur. Mənə də lazım deyil. Ev sandığım belədir. Lazımsız əşyalar falan qoyuram, yəni içinə, ya da bəzən lazımlı əşyaları qoyuram. İndi mən madənə falan qazacağım dostlar, bugün sizlərlə bərabər. İndi ilk öncə daş qazmamızı eləyək ki, madənimizə gedə bilək. Biraz taxta götürək. Sonra isə daş qazmamızı elədikdən sonra isə burası mənim madəni getiriyor. Çünki burası təhlükəsizdir. Başqa yerə gedib son yaratıqlar tərəfindən öldürülməm. Öz evimin içidir. İndi bura özüm belə yer düzəldəcəm. Yəni özüm yer düzəltməyə çalışacağım ki, bura yəni girə bilək də. Həm də özəl yer olduğu üçün belə bura məncə belə yaxşıdır artıq. Və tabelə ilə maden yazacağım bura ki, maden olduğu bilinsin. Yəni elə belə özüm yazıram ki, qəşəng dursun da. Maden yazacaq. Dostlar, gəmizi tabelə qaldıb. Ətlərimizi, bunları, sümüğü, bir də tabelanı bura qoyuruq. Bunu qoyduq bura. Çubuğumuzu da qoyaq bura. Boşa cəmiyyət. Əlavə dəmirimizi, siyah yünümüzü, qapımızı, teknemizi, kumumuzu qoyuruq. Sonra isə burayı yığırıq yerinə ki, hər şey yerində yansın. Dostlar, indi hər şeyi yığdım. İndi madenimizə giririk. Madəndə biraz kasıldıqdan sonra dostlar şey eləyəcəm. Özümə tarla eləyəcəm. Tarla elə bil orta boy bir tarla olsun. Çox da böyük tarla istəmirəm. Çünki tarlaları zombilər və yaratıqlar, yəni moblar əzə bilərlər də. Amma ətrafına çəkməyi düşünürəm, bir də heyvan saxlamağı düşünürəm. Çünki məsələn qoyun falan saxlasam, həm onların ətlərindən qidalana bilərəm, yəni özümə yemək yeyə bilərəm, həm də südündən falan da, yəni qidalana bilərəm. Başqa işte madənimizdə ilk cəvhərimizi tapdıq, o da bakırdır. Bakır pis deyil məncə, çünki bakır əşyalar dəmirdən güclü olmasa belə daşdan güclüdür. Yəni daş qazmadan, məsələn daş qazmadan bakır qazma daha güclüdür. Yaxınlarda deyəsən maden var, çünki iskelet falan gəlir, yəni çəkilək. Diqqətli olaq, maden, yəni düşərsək bura ölə bilərik. Yəni yaratıqlar bizi öldürə bilər. İndi buranı qıraq. Biraz aşağılara inəcəm ki, nəsə tapma ehtimalımız daha artır ki, aşağı inəndə daha çox ehtimal artır nəsə tapma ehtimalı dostlar. Qazaq. Meşələri əslində yaxşı saf edirəm, çox yəni qoymuram. Yəni bu çox qaranlıq olan yerdə daha qoyuram artıq. Arkasını öldürəcəkdim dostlar. Burada madenmiş olmuşlar, bilmirəm. Gerisi var. Çok dostlar, az kalsın bizi öldürecekler. Bana geldi. Dostlar ben bunu öldüreceğim. Yalan alaq. İşte buranı yapalım. Yeni var. Yani bir şey ama evi yok. Sarımız olsa var, hem de yemeğim var. Neyse artıq aşağıya qaldı, amma diqqətli qalaq. Diqqətli qalıram ki, düşməyək. Dəqiqə elə eləyək. Sonra da buranı qalaq. Cadı səs gəlir dostlarım. Bu nə olardı? Peki buralarda bir yerdə maden var, bilmirəm. Qorxuram ki, düşərik içinə. Maden ölərik.
Yəni ya da yaratıqlar saldırır. Qalxamız falan partlasın. Baxın yine ses geldi. Zadı sesini neyse dostlar indi biraz daha qaladım. Ondan sonra indi mən getmək istəyirəm artıq da çünki bəs eləyər. Həm can səs falan gəlir. Düşə bilərdi, təhlükəlidir. Buna söz istəyirək dostlar. Tamam yukarı artıq soğuk ne kadar qalmışıq. Çox qalmışıq ama ev yox. Şimdi gedək biraz toxum yığacam. Sonra da buluza əkəcəm. Yani şeydə taxıl Azərbaycanda Azərbaycanda taxıl hər nəysə əkəcəm. Toxum burada 7 dənə toxum amma məncə bizə bəs eləməyəcək. Bura bakırlarımızı qoyaq. Bunları torpaq lazım olacaq biraz. Bu daşlar qalsın. 45 dənə sonra bunlar qalsın. Tamam dostlar. Şimdi buraya koyacaq. Və gelə bilərik. Məncə burası məncə yaxşı. Buranın yanıcı şeyləsəm, açsam əslində burası yaxşıdır. Və buralara meşale qoyaq, gecələri yaratıqlar dolub gəlir, böyle saldır, creeper falan gəlib partlayar burada bizim yerimizi partlayar. Ona görə evimizi qorumalıyıq. Kirəmsini buraya, kirəmsini yuxarıya qoyum, axşam düşür. Kuşlarım evi yox, yaratıqlar saldırsa evimizə qaça bilərik. Aha, o tərəfə gedəcəyim. İlk öncə bunu qazaq dostlar. Belə qazaq. Biraz çox qazdırılıyor. Məncə bu qədər bəs. Biraz otlardan biraz toxum çıxartmağa çalışırıq. İşte birinci toxumumuz pişdi. Axşam düşdü. İskelet falan var ətrafda. Biraz diqqətli olmalıyım. Yes, 2 tane toxum çıxdı dostlar. Artıq 10 tane toxumumuz var. 11 oldu. On 15-20 tane bəsəlir. Ətrafda iskeletlər var. Mən ən yaxşı gedib orada zombiler var. Olabilir. Bakın yüründürmezler. Yok tamam. Haydi yakınlarda canavarlar var diye. Oyun koymuş. Şimdi. Gel. Zombiler falan ölecek. Yansıyan yani zombi ölsün orada. Fayda olduğunu escape koyabilirler. Ben sözüm öldüm. Kalkanına yavaşlatmaya mani olacak. Tam öldüm o yay falan tuttu olsa yaşa oldu. Ve tarlayı torpaklarımızdan 1, 2, 3, 4, 5 evimle beraber verdim. Bu kadar başlayalım. Hatta diyorum biraz daha böyle tavşanı yeni her kaçtım. Start şimdi var zaten anladım. Neyse bunu da kırak. Yine lazım olan bize. Hadi günler ben ne bu koymuşum bilmem dostlar neyse. Yerden ele böyle envanterim çok dolu olan da koymuşum. Dostlar bakak ne olacak. Evet. Oldu ama su lazım oldu. Su yer takmalıyım ben. Su takmalıyım ki yapılır. Bu kadar bekleyedi. Bir burası da su olsa burası. Yok ya burası su olsun. Burası tam bura koyacağıq.
sonra burası olacak. Yani tarlamız kadardı ama bize su bir tane demir lazım. 2 tane demirimiz var. Bir tane demir daha lazımdı ki tarlamızı böyle yani aslında böyle yani aslında biraz düz deyim çünkü böyütmek için de yararlıdır. Mesela ekinde o ekinler böyümesi için dostlar yani su lazımdır bize. Bir de demir lazımdır vacib. Aşağıya gören elim ama yaratıklar olabilir ya da ölebilirim. Korkuram biraz. Dedim de oyda başında bazı zombi var. Gözleyim dostlarım böyle gidiyor. Daldalı zaman dostlar bakın. Karadan altın. Dedi. O düşmedi. Artık burada dur. Gel. Geldi. Dostlar bakın düşedi. Ay öz altımı durun dostlar yani. Niye kurulmuş? Gel. Bu da ölmek bilmeli dostlar. Dostlar diyemem. Ama ben düşürü ölmek istəyirəm ama düşmür. İyi ki düşen değil. Niye koyma olmur? Koy da hə. Bak şu düşerek ölmüş. Yaxşılandı ben de elmi öldürürüm sizi. O. Dostlar zombi bağa girdi. Gözlerine bak. Ayda dostlar öldük. Hayır dostlar. Öldük dostlar. Ayda Allah rahmet eylesin dostlar. Öldük ama evi yok. Yeniden hardcore eləyəcəm və yeni video çəkəcəm. Narahat olmayın heç siz. Ama maraqlıydı. Xoşlamışdım bunu. Ama neyse. Sağ olun. Sağ olun. Sizi eğlendirmeye devam edeceğim. Like atıp abone olmalı unutmayın. Like atıp abone olarsanız beni çok sevindirersiniz.